Şaban ayının 3-cü günü idi. 3-cü günü yaxınlaşırdı. Biri dedi ki, səni Kərbəlaya göndərə bilərəm. O vaxtda deyir, çətin idi getmək, indiki kimi deyildi. Az adam gedə bilirdi, vəziyyət çətin idi. Dedi ki, səni Kərbəlaya göndərirəm. Deyir, o qədər sevindim, o qədər şad oldum ki, Kərbəlaya gedirəm. Neçə illik həsrətimdir. Deyir, Şabanın 3-cü gəldi, dedi, alınmadı. Amma həftənin 3-cü günü dedi, hə, 3-cü günü göndərəcəm səni, həll olunacaq. Bir heyət gedir, onun tərkibində sən də gedəcəksən. 3-cü gün oldu, xəbər çıxmadı. Dedi ki, 4-cü gün səhər gedəcəksən təyyarə ilə, cümə gecəsini İmam Hüseynin hərəmindəsən. Deyir, sumkamı yığmışam, oturmuşam. Deyirəm ki, bir dənə xəbər gəlsin gedim. Kərbəlanı istəyəndə də belə istəyəsən. Özəki deyir, təhrik eləyib də məni ki, gedəcəksən. Deyir, çantalarımı yığıb gözləyirəm, zəng elədi ki, alınmadı. Alınmadı deyəndə ah çəkdim, dedim, ah kaş cümə gecəsidir, Kərbəlada olardı. Elə bu ah çəkdim deyir, heç nə. Deyir, bir gün keçdi, şənbə günü bir nəfər məddah mənə zəng elədi, özü ruhanidir. Zəng elədi ki, səni axtarıram, cümə günü cavab vermədim, deyir, narahat edim, telefonum bağlı idi. Deyir, dedi ki, səni yuxuda gördüm, cümə gecəsi. Yatdım, yuxuda gördüm, İmam Hüseynin hərəmində söhbət eləyirsən minbərdə. Və söhbəti qutarsan, bir nəfər nurani adam elə İmam Hüseynin özü idi yəqin ki, zərihdən çıxır, gəlir sənə hədiyyə verir. Deyir, səni tapanmadım, getdim bir arifə danışdım, deyir, heç bilmədi kimdən söhbət gedir. Dedi ki, yəqin o adam niyyət eləyib, arzu eləyib Kərbəlaya getsin, arzusunu qəbul eləyiblər. Adam özü danışır. Ondan sonra deyir ki, mən nə qədər bədbəxtəm ki, elə bu niyyəti hər cümə gecəsi eləyə bilərəm. Hər cümə gecəsi bir dənə ah çəkəsən ki, kaş Kərbəlada olardım, hərəsinə bax, bu qədər dəyər verirlər. Allahın insana verdiyi dəyər, qiymət onun niyyəti iləndir. Allah bu qədər insana qiymət verir, dəyər verir. Arzusunun müqabilində Allah insana çox şeylər bəxş eləyir.